Tut bəhməzi hazırlayırıq part 1. Bugün əziyyəti çox, dadı möhtəşəm olan bəhməz hazırlayırıq. İlk öncə tutu sirkələdik. Hər il tut yetişəndə o qədər yağış yağır ki, ağacda olan meyvənin çoxu tökülür, heyif olur. Bəhməzə lazım olan tutu isə dadı tam şirinləşəndən sonra yığılmalıdır. Biz də hazır yağış yağmır deyib başladıq işə. Sirkələdiyimiz tutları öncə bir qabın içinə boşaldıb yuduq. Daha sonra şirəsi tam çıxsın deyə yaxşıca əzirik. Bəhməzin faydaları o qədər çoxdur ki, qışda immuniteti möhkəmləndirir, öskürəyi dərhal kəsir, qan azlığı və halsızlığı üçün əsl can dərmanıdır. Bir sözlə, bədənə birəbir şəfadır. Video boyunca mən buna bəhməz desəm də, bir çox yerlərdə doşab adlanır. Adı müxtəlif olsa da, dadı və faydaları eynidir. Biz tutu həmişə bu üsulla sirkələyirik. Başqa bir yığmaq üsulu varsa, rəylərdə yazın. Əzdiyimiz tutu böyük bir qazanda ocağa qoyuruq. Görəsən bu ocaqda bəhməzimiz neçə saat hazır olacaq və rəngi necə alınacaq? İkinci hissəni qaçırmamaq üçün səhifəni izləməyi unutmayın. Videomu yaddaşa verin ki, kənd həyatı üçün darıxanda bu videoya baxasınız.